Hamınıza salam dostlar. Bugün sizlerle bir yerden ağarırıq və video düzəldirik. Hansı videodu bilmirsinizsə, Granny-ni oynamışsınız ya da oynamamışsınız, onu bilmirəm. Amma mən birinci bölümünü çəkmişdim və fanatlarım çox idi və təzədən başlayıram. Bir də Elaya salam, çünki mənim videolarıma baxır və buna da baxarsan Elay. Ondan sonra birinci gün başladı və hələ də açılmayıbdır. Gözləyək görə nə vaxt açılacaq. Açıl. Hə, açıldı və oyuna başladım. Nə ağarıram? Gedirəm ora bura. Oy dədə. Hə, dolapları da açdıq, sonra getdik. Çıxaq. Görək necədir, nə deyil. Ayda telefon donur biraz. Bu buralarda telefon nasıl dondu? Hə, Granny gəldi, qovaladı və məni hörümçək adam. İndi ikinci bölümə başladıq. Niyə? Axı birinci bölümdən bu qədər tez uzaqacağımı düşünmürdüm. İkinci günə başladıq. Gedir. Hələ də açılmadı. Bu ikinci və yenidən gəldim dostlar, bayanlar, mərdivandan qayanlar. İkinci bölümə başladıq. İkinci bölümdə biraz keşif eləmək istəyirəm. Bayaqki kimi pox kimi gəlib məni qovalayıb və məni gəbərdib Spider-Man kimi öldürən adamdan qaçmaq üçün. Bildiniz kimdir? Bəzi yerlərə gedirəm. İndi çıxdıq çölə və kəşif eləyirik. Yandakı otağa girəcəm və orada bilirsiniz ki, bir dənə keçid var. Bilməyənlər də öyrənsin. Hə, ondan sonra girdik. Dolapları birazcık araşdıracağım, çünki dolaplarda bir şey ola bilər və gördüm ki, nə var? Orada bir motor var və bu bizə gələcəkdə lazım ola bilər. Granny gəldi. Yox. Oh no. Nəysə, mən bunu editlə qoyaram. Nəysə. Məni öldürdü. Hə, ondan sonra D3-ə keçdik. İndi D3-də görüşmək üzərə. Keçməş 2 dənə jump scare reklam məni qarşıladı. Yəni mən Granny-dən bu qədər böyük jump scare yeməmişdim. Nəysə, yenə gəzməyə çalışacağıq və bu səfər o Granny-ni doyacağıq. Qaçırıq. Yenə gedəcəm alta bu səfər kuxnanı araşdırmağa. Çünki kuxnada bilirsiniz ki, çox şey ola bilər, amma mənim bəxtim elədir ki, bəzən heç nə olmur və o da bəxt mənə də gəldi. Belə bəxtləri mən nə deyim, nəysə, heç nə olmadı və Granny gəlmir inşallah arxamdan, çünki məni arxamdan çırpıb budaqla budaya bilər. Yəni əlindəki oxlovdumu, nədir, özü də mismarlıdır. Girsə mənə öldüm də o dərəcə. Nəysə, keçdim o biri yerə. O biri yerdə adamın kəsmək üçün bir dənə şey hazırlayıb, amma biz orada qarpız kəsirik bildiyiniz kimi. Nəysə, burada bir dənə ev var və evin içindən gedə bilirik o şeyə, nədir, o maşın yerinə və maşın yerinə gedəndə orada bir petrol görürük. Bu məktubda da nə yazılıb? Mənim qızım var idi, qızım nədir, yalan deyirəm, o atıram, elə şey yazılmayıbdı, inanmayın. Elay oxuya bilirsə oxusun, İngilis dilin yaxşıdır Elay. Hə, ondan sonra gəldik bura, nədir o? Hə, benzinə çatdıq və girəcəyik indi maşın salına, amma bu böyük bok məni buraxmıyor. Yəni qabağımda durubdu da, elə bil ki, mənim oradan çıxıb məni öldürmək istəyir və getmir. 40 il gözləyirəm, yenə getmir. Burada sinirlənirəm. Sinirlərim partlayır, amma yenə də getmir. Ona görə də mən də gedəcəydim arxaya və bir dənə plan qurdum. Arxaya gedib ora benzin atsam, bilirsiniz ki, arxa tərəfə gedəcək və mənim peşimi buraxacaq və mən də vaxt qazanmış olacağam və onu da eləyirəm və hələ də getməyibdi və ora bir dənə nə qoydu bilirsiniz? O adamın ayı qapanı var ha, onunla. Ayıyam mən ayı qapanı qoysan. Əslində bəzilər ayı deyil. Nəysə,
və mən də onu bloklayıram, üstünə benzin atıram və ayaq qapanı benzini ayaq olaraq algıladığı üçün benzini tuturam. Amma mən isə öz ayağımı qoymadığım üçün benzini ala bilirəm oradan və benzini alıram. Bunu da vızqırt eləyirəm. Sonra da gedirəm. Bu maşın yerinə gedəndə maşın yerinə getdim. Hə, maşın oy dədə gəldi. Nəysə, hədə gedib çıxamadım mən bu maşın yerinə mən. Ay, yenə gəldi gözlədi bu burada. Ay, bu xəstədir, hə. Ayda. Maşın yerinə getməliyəm mən. Ayda. Nəysə, biraz. Get də. Get. Nə gedirəm hə indi. İndi Granny-ni bir daha səsləndirim. Sən böyük olsan mən də gedim. Niyə gedim ki? Səni öldürmək olan yerdə mən niyə gedim ki? Getsəniz gözəl olar. Mən də qəşəng oyunu bitirələm. Mənim istədiyim oyunu bitirməməkdir. Mən səni qapaz qoyub yerə yapışdırmaq istəyirəm. O da məni qoyamayasınız çünki mən burada sonsuza kimi yazıyacağam. Çıx rədd ol. Getmirəm. Sən bok yiysən. Qaç. Yenə o taktik eləyəcəm. Ora atacam və o da ora gedəcək. Və biz də vaxt qazanacağıq inşallah. Allah qoysa. Nəysə. Biraz baxaq görək nə olur, nə baş verir. Siz də mənimlə birlikdə baxın. Çünki mən də baxıram. O sırada da yemək yeyirəm. Axır ki o adamı rədd elədim həyatımdan və gedəcəm indi maşının yanına. Amma gördüyünüz kimi maşına benzin qoymaq üçün arxadakı bagajı açmaq lazımdır. Hər yolu yoxladım. Əslində maşının benzini harda olar deyirsinizsə, bu cındır maşındır. Bunda elə deyil, amma əslində maşının benzini ya sol tərəfində, ya sağ tərəfində olur. Amma gördüyünüz kimi milyar dəfə baxanda belə sağ və ya sol tərəfdən çıxmadığı üçün mən də başqa alternativ yollar dəniyirəm və gəlir mənə jump scare ataraq mənim arxamdan yapışdırır. Və D3-ə keçirik. D3-ə gözükmə üzərə nəysə. Bu səs qaydını niyəsə, maalesef ikinci dəfə yazıram. Yəni belə bir şey olmaz olsun. Təzədən eyni şeyləri demək məni hissləndirir. Nəysə, öldüm axı. İndi getməliyəm otağa. Gedirəm otağa. Gedirəm və başqa otaqdan çıxacam. Bir də demişdim, bu gələcəkdə lazım olacaq. O şey indi əlimdədir, çünki lazım oldu həqiqətən də. Birazdan görəcəksiniz. Deyəsiniz, sən bunu hardan bilirsən? Çünki mən bu səs qaydını sonradan yazıram. Və niyə deyəsiniz? Çünki nəysə, dördüncü duvarı kırmayaq. Keçdik. İndi mənə nə lazımdır? Bunu alıb ona, yəni o maşına qoymaq. Və maşının və bu o bizim benzindəki kimi problem yaşamayacağıq. Aha, yenə gəldi. Getmək bilmirik. Get. Açdım ya buna görə. Ayda. Gözləyək, biraz gözləyək. Görək nə olacaq, nə baş verəcək. Siz də məndən gözləyin.
zengin oldum sonunda deyən bir dənə adam var idi ha. Onun kimi hiss edirəm şu an. Nəysə, indi bilirsiniz nə oldu? Axırışı getdi. Oraları biraz kəsmədim. Siz onları izləyin, izləmirsiniz ki, sizin canınız sıxılsın. Mən vecimə də deyil. Mənim canım sıxılıb, sizinki də sıxılacaq. Oranı kəsib eləyəm deyiləm. Sizə görə. Hə, indi getdim, maşını, nə bilim, nə ağardım. Maşınla oynayıram, eləyirəm. Maşının kaputunun zadını qoyuram və axırı ki tapdım. Bunu qoya bildim, amma bu Granny gələcəyi üçün mən də girəcəm o şeyə. Nə idi onun adı? Hə, deyə bax bu. Bu nədir? Nədə bundan? Buna girəcəm və bunu da yandırıram. Siz niyə? Niyəsin deyim? Mən ora Granny'ni soxmaq istəyirəm və o da orada ölmək istəyir. Hə. Bunun üçün də mən gedirəm orada gizlənirəm və qaz pedalını, yəni qaz pedalı nə idi? Bütün başımı qarışdırdınız. Benzini atıram yerə ki, çünki bu Granny qaqaşımız gəlsin, bizi tutsun, öldürsün, yesin, yam donsuz da. İndi buralarda gözləyək gəlsin də, gəl. Başqa vaxt getmək bilmir, indi gəlmək bilmir bu piç. Nəysə, indi hələ də gözləyirəm. Gözləyirəm və gözləyirəm. Gəl də bala. Hə, gəldi. Bu səfər narahat olmayın. Oh no, olmayacaq. Çünki bu səfər düzəməlli oynayıram. O qədər də pis oynamıram. Amma bayaq olmuşdu, çaktırmayın. Nə? İndi gəlir məni qovalayır və mən də nə qara bilərəm. Ayda. Mən buradan çıxdım və görürsün nə oldu. Gəldi arxamca. İndi mən nə qaracam? Mən indi yoruldum səs kaydı eləməkdən. Nəysə, 5-ci günə durduq və axırı ki öləcəyik, orada da bitəcəkdi. Mən də elə bunu istəyirəm. Düzdür, biraz maraqlı keçmədi. Çünki əvvəlki o maraqlılıq qaldığını hiss eləmirəm. Əvvəl daha yaxşı idi, maraqlı olurdu. Nəysə, burada indi fəlsəfə danışmayım da. Hə, gedirəm, edirəm. Hə, bu kukla var idi, əvvəl də onunla oynamışdım. Yadınıza düşürsə. 1-2 il əvvəl idi, o biraz əvvəl idi. Nəysə, onunla oynamışdıq, eləmişdi ya. O kuklanı tapdım yenidən. Elə bildiniz, yadımdan çıxaracağım. Dərindən bir nəfəs çəkmərək. Nə deyirəm, mən? Baxın da, nə olacaq? Özünüz görün də biraz. Gərək mən deyim hər şey. Mən deməliyəm. Dalaşım indi sizinlə. Baxın. Yenə o tələdən qoydu. Nəysə, oradan çıxa bilərəm amma. Biraz mən də yatıram. Getsə inşallah yaxşı olar. Oy dədə, məni tutdu. Uy dədə, məni tutdu ala bu. İndi baxın, burada bir dənə çox gözəl senaryo eləyəcəm. Senaryo məni tutdu da, hə. Salam qaqa. Salam. Nə qarırsan? Heç nə eləmirəm. Məni niyə tuttun axı sən? Ay